Hər vaxtınız xeyir olsun. Bugün gördüyünüz kimi çox gözəl alınan, umaclı içlikli və duru yağla hazırlanan kətə resepti paylaşacağım. Qaba 3 yumurta, 1 paket vanilin, 1 stəkan, yəni 200 qram şəkər əlavə edib qarışdırıram. Üzərinə 200 qram duru yağ və 180 qram da smetan əlavə edib yaxşı-yaxşı qarışdırıram. Daha sonra üzərinə 2 paket qabartma tozu, əvvəlcə 4 stəkan un. Daha sonra isə xəmir yoğuran vaxtı 1 stəkan da yenə un əlavə edirəm. Yumşaq belə bir xəmir yoğururam. Üzərinə də hardasa 50 qram yumşaq şəkildə kərə yağı əlavə edib yenidən yaxşı-yaxşı yoğururam və yumşaq xəmir alınır. Xəmiri isə üzərini örtürəm, qoyuram bir kənara, biraz dinlənsin. Xəmir dinləndikdən sonra isə mən içliyi hazırlayıram. Umac içliyi. Gördüyünüz kimi 1 stəkan un götürdüm. Üzərinə 1 paket vanilin və çay qaşığının ucunda sarı köy, bir də 100 qram da kərə yağı bərk halda götürürəm. Bu şəkildə umac edirəm. Umacın da üzərinə 200 qram şəkər əlavə edib qarışdırıram və daha sonra xəmir də dinlənib artıq gördüyünüz kimi 2 hissəyə bölürəm və yəni 2 kündə olacaq məndə. Və kündəni yayıram. Bir 5 dəqiqə də gözlədikdən sonra kündəni yayıram. Kündənin qalınlığını sizə indi göstərəcəm. Necədir? Un lazım deyil, unsuz. Gördüyünüz kimi kərə yağı əlavə etdiyimə görə çox yaxşı, yumşaq yayılır. Bu qalınlığı da budur. Bu şəkildə olacaqdır. Üzərinə isə hazırladığım içliyi 2 hissəyə bölürəm. Yarısını bu xəmirin üzərinə, yarısını da o birisi üçün saxlayıram və bolluca bu şəkildə əlavə etdikdən sonra yayıram xəmirin üzərinə. Daha sonra xəmiri başlayıram yastı şəkildə, rolon şəklində bükməyə. Bu umac şəklində olan kətənin fərqi o biri kətələrdən onunladır ki, o biri kətələri kərə yağı ilə hazırlanır. Bu isə ekonomiya olsun deyə duru yağla hazırlanır. Heç də bir fərqi yoxdur. Çox da gözəl alınır. Rolon şəklində etdikdən sonra kətə kəsən vasitəsilə bu şəkildə kəsirəm. Və bu şəkildə kəsdikdən sonra qoyuram soba qabına. Üzərinə isə 2 yumurtanın sarısı və 2 xörək qaşığı da süd əlavə edib yaxşı-yaxşı qarışdırıb üzərinə yaxşı-yaxşı çəkirəm. İstəsəniz üzərinə bəzək də verə bilərsiniz. Mən üzərinə kuncutla bəzədim və 180 dərəcədə bişirirəm kətələrimizi. Kətələr artıq hazırdır. Gördüyünüz kimi çox gözəl köpüb, çox gözəl də yumşaqdır. Bu resept çox gözəldir. Bununla hazırlaya bilərsiniz.